Bu ay xəyalları gerçəkləşəcək bürclər, kainatın pozitiv enerjisi və dolunayın təsiri altında böyük dəyişikliklər yaşayacaq. Şir ulduzlar sənin tərəfini seçib şir. Bu ay illərdir arzuladığın bir məqsədə doğru açıq yol yaranır. Qürurunu kənara qoyub ürəyinlə hərəkət etsən, arzuladığın xoşbəxtlik sənindir. Məsləhət, duyğularına güvən, iç səsini dinlə. Əqrəb sənə qarşı ədalətsiz olan insanların kölgəsi çəkiləcək. Arzularının qarşısını alan maneələr bir-bir aradan qalxır. Əsl dönüş nöqtəsi sənin üçün bu aydır. Məsləhət, köhnə qorxularını burax, yeniliyi qəbul et. Oğlaq səbir və əzmin bəhrəsini indi görəcəksən. Uğur, sevgi və pul sahəsində arzuların gerçəkləşəcək. Bu ay sənə mükafat ayı kimi gəlir. Məsləhət, çəkinmədən irəli get, səni möcüzə gözləyir. Balıq, kainat sənin dualarını eşidir. Uzun müddətdir xəyal etdiyin bir sevinç xəbəri bu ay qapını döyə bilər. Ruhani gücün çox yüksələcək. Məsləhət, daxili rahatlığı qoruyub minnətdarlıqla hərəkət et. Tərəzi həyatında harmoniya yaranır. Əvvəllər qeyri-mümkün görünən arzular tədricən reallaşır. Sənə sevinc və yüngüllük gətirən bir dövr başlayır. Məsləhət, hər şeyin öz zamanında gəldiyini unutma, səbr et. İstəsən bu ay yalnız sənin bürcün üçün xəyalın